Birinci kəsirin ilk ikisindən sonuncu kəsirin son ikisinin çıxırıq. Yəni ki, birinci yazarıq ki, 2-də 1 çıxılsın 90-da 1. Vurulsun. Məxrəcdəki kənar vuruqların hasilinə baxaq. Yəni 5-dən 3 çıxsaq 2, 6-dan 4 çıxsaq 2, 4-dən 2 çıxsaq 2. Vurarıq məxrəcdəki kənar vuruqların fərqinin tərsinə, yəni ki 2-də 1-ə. Bu da bərabər olar. Ortaq məxrəcimiz 90, 90-ı 2-yə bölərək 45, 90-ı 90-a bölərək 1, 45-dən 1 çıxarıq 44, vurulsun 2-də 1. İxtisarlarımızı aparsaq, 2 ilə 44 ixtisar gedər. Alarıq 22 bölünsün 90 və bunu da ixtisar etsək 11 bölünsün 45.